Bəzi şərhçilər, siyasi analitiklər belə iddia eləyirlər ki, güya Rusiya tam da gücünü itirməyib, bu müharibənin qalibi Rusiya olacaq. Bu Trumpın bəzi açıqlamaları, bu məsələyə yanaşması bu təəssüratı yaradır. Amma bütövlükdə Rusiya çox böyük itkilər verib. Həm hərbi baxımdan itkilər verib, həm iqtisadi baxımdan itkilər verib. Eyni zamanda Rusiya müxtəlif ölkələrdəki 5-ci kolonunu da yavaş-yavaş itirir. Azərbaycanda da Rusiyanın 5-ci kolonu çox aktiv olub, bilirsiniz. Dəfələrlə siz bu barədə də danışmısınız. Amma son vaxtlar Azərbaycanda da Rusiya laxlayır, o dayaqlarını itirir. O 5-ci kolonun üzvlərindən birinin bu yaxınlarda həbs olunması elə onu göstərir ki, Azərbaycan lideri necə milli siyasət yürüdür, artıq Rusiya burada istədiyini edə bilmir. Nə düşünürsünüz? 5-ci kolon Azərbaycanda indi nə səviyyədədir? Nəhayət biz Rusiyanın, Qərbin, Farsın o 5-ci kolonlarından xilas ola biləcəyik mi? Baxın, Rusiyanın da Fars Molla rejiminin, yəni İranın da burada 5-ci kolonu həmişə olub, indi də var. Sadəcə fərq nədədir? Fərq ondadır ki, tutaq ki, illər öncə onlar çox qabarıq şəkildə, həyasızcasına, açıq şəkildə fəaliyyət göstərirdilərsə, indi bir qədər kölgəyə çəkilməyə məcbur olublar. Bu da təsadüfi deyil. Bir tərəfdə o İranın buradakı o mədəniyyət mərkəzi adı altında fəaliyyət göstərən bir ocaq necadı var idi, xatırlayırsınız. Onu Azərbaycan deşifrə elədi və göndərdi açıq şəkildə. O getdi. Rusiyanın da bənzər təşkilatlanmalarını biz ləğv elədik. Sonuncu da Rusev idi, Sputnik deməli agentliyi idi, Simonyanın. Yəni bunları Azərbaycan mərhələ-mərhələ edir. Sadəcə biz dövlət olaraq, yəni Azərbaycan dövləti, biz deyəndə yəni mənlə söhbət getmir. Azərbaycan dövləti Rusiyaya bu şeyləri, elə İranı da yumşaq şəkildə vaxtında izah edirdi. Ki biz dinc qonşuluq şəraitində yaşamaq istəyiriksə, bir-birimizin daxili işlərinə qarışmamalıyıq. Bir-birimizə münasibətdə səmimi olmalıyıq. Rusiya deyirdi, bəli, İran da oradan deyirdi, bəli, amma elədikləri başqa şeylər idi. Azərbaycanda nə qədər qumda yetişdirilmiş və bu dövlətin dünyəvi quruluşunu dəyişib, yerində məzhəbçi bir quruluş qurmaq istəyən adamlar vardı. Azərbaycan məcbur olub sərt tədbirlərə getdi, onları həbs etdi. Kərimə dövləti quranlar, nə bilim, cürbəcür. Hətta bizim Nardaran kəndi xatırlayırsınız da, orada bələdiyyə belə seçmək olmurdu. Adamlar heç kimi buraxmırdı kəndə. Yəni böyük bir kəndi Bakının tam da yanında əsir götürmüşdülər onlar. O məzhəbçilər. Yəni İranın yetişdirdiyi adamlar. Və ən çox da adamı yandıran bilirsiniz nədir? Bu məzhəbçilərə, bu Rusiyanın 5-ci kolonuna qaxmar çıxanların arasında bizim milliyyətçi kəsimə aid bildiyimiz adamlar da var. Bax, o adamı yandırır. Məsələn, bax, Azərbaycan Xalq Cəbhəsi. Yəni bunun hamımız tarixini bilirik də, gözümüzün qabağında olub baxı. 89-dan üzü var. Onun rəhbəri Əbülfəz Elçibəy milliyyətçi bir adam idi, Türk milliyyətçisi. Yəni Əbülfəz Elçibəyi nə də istəyirsiniz tənqid edin, amma Türk milliyyətçiliyinə toz qondurmaq olmaz. Mümkün deyil. Çünki bu adamın mahiyyəti o idi. Və onun təşkilatı da təbii ki o ideologiya ətrafında formalaşmışdı da. Yəni Türk milliyyətçi bir özünü Əbülfəz Elçibəyin davamçıları hesab edənlər bu yolu davam etdirirmi? Məsələ də ondadır ki, Əbülfəz Elçibəyin mirasının üzərinə qonmuş adam bugün İran Fars Molla rejiminin o adını çəkdiklərimizi müdafiə eləyir. 2013-cü ildə də Moskvanın burada prezidentliyə namizəd etdiyi, indi ölüb arxasınca danışmıram, Rüstəm İbrahimbəyovun dəstəsinə qoşulub Moskvadan mədət umurdu ki, burada İlham Əliyevi devirsinlər. Onun yerinə keçsinlər. Əli Kərimlidən danışırıq. Yəni Azərbaycan Xalq Cəbhəsi partiyasından danışırıq. Və mən o vaxtı da demişdim və bundan sonraki illərdə də dəfələrlə demişəm ki, Əbülfəz Elçibəy sağ olsaydı, gələrdi bu adamların üzünə tüpürərdi. Ki, mənim adım altında siz Tehrana, Moskvaya necə işləyə bilərsiniz? Və bu adamlara deyərdi ki, ya siz milliyyətçisinizsə, mənim kimi eyni xəttə yürüyün, ya da ki, sifətiniz nədirsə, o sifətiniz altında hərəkət edin.
Yəni siz gedin Fars Molla rejiminə işləyin, siz gedin Moskvaya işləyin, Tehrana işləyin. Yəni durub yalandan deməyin ki, milliyyətçisiz. Baxın da elə bu adamlar. Bütün cəhbələrə işlədilər Azər bəy. Bir Azərbaycandan başqa. Bir Azərbaycandan başqa hər yerə işlədilər. Deməli Fars Molla rejiminə xidmət elədilər. Rusiyaya xidmət elədilər. İndi də yapışıblar Avropa İttifaqının ətəyindən. Xatırlayırsınız bu yaxınlarda 28 mayda 28 may müstəqillik günündə deməli Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdikləri tədbirdə, güya ki tədbir keçirdilər, başlarına dəysin keçirdilər tədbir. Orada Avropa İttifaqının bayrağını qaldırıb. Nə dəxli var? Əli Kərimlinin iştirak elədiyi tədbirdə 1918-ci ildə Məmməd Əmin Rəsulzadə və onun silahdaşları Xalq Cümhuriyyətimizi qurdular, dövlətimizə qurdular. Onda Avropa Birliyi var idi. Yox idi ki. Ondan 34 il sonra Avropa Birliyi yarandı. Baxın mən Və üzr istəyirəm Azər bəy, bir fikrimi də deyim, sonra sualımı yönləndirəcəm. Və nəzərə alsaq ki, həmin dövrdə indiki Avropa Birliyinin üzvü olan dövlətlər elə o dövləti tanımadılar. Bəli. Doğrumu? Bəli. Tanımadılar. Əgər onlar tanısaydılar bizim dövlətimizi, bizim indi bəlkə də Rusiya işğal edə bilməzdi. 107 yaşımız olur da, 107 Bəli, 107 yaşlı yaşımız bir qüdrətli bir müstəqil dövlətimiz var idi. İndi Əli Kərim apar orada Avropa İttifaqının bayrağını dalğalandırır. Bunun dərdi nədir? Bunun qarın nazarı nədir? Üzr istəyirəm tamaşaçılardan. Azər bəy. Vallahi başqa söz tapmır deməyə adam. Məcbur olub bu cür ifadələr işlətməli oluruq və əslində qalanda bunların dərdi bayaq dedim də bu Tehranda bir balaca işıq ucu görürlər, ora yönəlirlər. Moskvada bir balaca işıq ucu görürlər, ora yönəlirlər. İndi də Avropa Birliyinin bayrağını bunlar niyə Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə yüksəldirlər? Onu deyim. Keçən ay, yəni may ayında Tiranada, Albaniyada Avropa Siyasi Birliyinin toplantısı oldu. Prezident İlham Əliyev də gedib iştirak elədi. Çox yüksək səviyyədə qarşılandı. Ay sağ ol. Bax bunların problemi də oradan qaynaqlanır. Bunlar gördü ki, dərhal narahat oldular ki, Avropa İlham Əliyevi artıq belə böyük siyasi lider kimi qəbul eləyir və ona hörmət və ehtiramla yanaşır. Bax bunlar bunu müşahidə etdilər və xüsusən də orada Fransa prezidenti Emmanuel Macron'un İlham Əliyevin xarizması altında əzik-əzik olmasını bunlar gördülər. Başa düşdülər. Üstəlik də Kaja Kallas bura gəldi, Avropa Birliyinin rəsmisi. Azərbaycana səfər etdi, görüşlər keçirdi Prezident İlham Əliyevlə də. Yəni Avropa Birliyi bizə əl uzadır ki, biz sizinlə işləməyə, konkret olaraq İlham Əliyevlə işləməyə davam etmək istəyirik. Yəni bu vaxta kimi işləmişik, arada incikliklər olub, narazılıq olub və s. Gəl münasibətləri düzəldək və davam edək. Bunlar onu görüb narahat oldular. Ona görə də Avropa Birliyinin bayrağını alıb əllərinə gediblər kimin hüzuruna? Məhəmməd Əmin Rəsulzadənin hüzuruna. Ay balam, Rəsulzadənin bu bayraqla nə işi var? Ümumiyyətlə o siz demişkən o bayraq yox ki Rəsulzadə dövründə və bununla Əli Kərimlinin və Azərbaycan Xalq Cəbhəsinin Rəsulzadəyə dəxli var. Ümumiyyətlə dəxli yoxdur və yeri gəlmişkən o da ona görə ki Məmməd Əmin Rəsulzadənin davamçısı özünü hesab edən partiya var da. Müsavat partiyası var. Onda da necə davam elətdirir? Bunlar deyir ki, bizim yolumuz Rəsulzadə Elçibəy yoludur. Problem də ondadır ki, bunlar həm Rəsulzadəyə, həm Elçibəyə xəyanət edirlər. Açıq eləyirlər bunu özü də, gizli yox. Açıq şəkildə, yəni Elçibəy, Rəsulzadə yolu gedən adam gedib Tehranla işbirliyi qurarmı? Moskva ilə işbirliyi qurarmı? Qurmaz. Üstə gəldə Rəsulzadənin abidəsi önünə Elçibəy dünyasında xarici bayraqla getməzdi. Ki, mən qaldırım bu bayrağı gedim Rəsulzadənin heykəlinin qabağa. Ümumiyyətlə mən belə bir sual vermək istəyirəm. Yəni belə qarşılıqlı olsun deyə. Baxın, bu adamlar deyir ki, Türk milliyyətçisiyik. Türk dünyasının birliyindən yanayıq. Türk xalqlarını birləşdirmək istəyirik. Hərçənd bunlar boş-boş deyiblər bunu. Amma bu işləri İlham Əliyev görür də. Yəni realda budur. Bütün dünyanın qəbul etdiyi budur. İndi mən sizə sual edirəm, qoy tamaşaçılar da bu məsələyə diqqət yetirsinlər. Siz ömrünüzdə gördünüzmü ki, bax bu Əli Kərimli və dəstəsi ömründə bircə dəfə Türk dövlətləri təşkilatının bayrağını qaldırsın? Mən görməmişəm. Maraqlı sualdır. Yaxud öz sosial media hesablarında paylaşsınlar. O bayrağı belə dalğalandırıb həzz alsınlar, zövq alsınlar, tərifləsinlər, desinlər ki, nəhayət ki bunu da gördük. Gördünüzmü bir dəfə desin? Heç Turan Birliyindən danışdığını da görməmişəm. Siz müşahidə eləmişsiniz. Mən də görməmişəm. Türk Dövlətləri Təşkilatından Turandan danışan Əli Kərimli danışmayıb. Xalq Cəbhəsi də qurulanda təbii ki bunun
bir Azərbaycan Respublikası, bizim dövlətimiz. Dərdi var idi, xüsusən də bu erməni məsələsi. Ardından bütöv Azərbaycan məsələsi vardı. Onun yəni hədəfləri arasında. Eyni zamanda Türk birliği vardı hədəflər arasında. Türk birliği, nə bunlar bütöv Azərbaycan üçün bir şey elə bilirlər. Əli Kərimdən eşitmirəm. Ki bütöv Azərbaycanla bağlı nəzər desin. Yoxdur. Deyəməz axı, ondan Fars Molla Tehrana da rejimindən zərbə alır. hesabat verir. Hesabat verir Tehran. Türk birliği ilə bağlı bu adamdan heç nə eşitmirik. Bu qədər gəlişmələr var Türk birliği ilə bağlı da. Türk Dövlətləri Təşkilatı nə qədər məsafə qət eləyir. Bəli. Bu adamlardan səs yoxdur. Bax sən bunu istəmirdinmi məgər? Sənin partiyanın hədəfi bu deyil miydi? Hə, niyə səs yoxdur? Çünki bu şeyləri İlham Əliyev eləyir. Bu uğurlar İlham Əliyevin adı ilə bağlı. Bunu da bir yana qoyduq. Qarabağ azad edildi. Torpağımızı Ermənistanın işğalından azad elədik. Adamlar biraz belə sakitləşib yenidən başladılar İlham Əliyevə hücum etməyə. Bəs siz demirdiniz ki, Qarabağı azad edən liderin əlini öpəcəyik? Maşının qapısını açıb örtəcəyik. Gəlin də bu Gəlin də. lider şükür Allaha sağ Lazım salamat. deyil o şey. İndi çıxın heç olmasa diliniz qurumasın. Deyin ki, elə qurusun. Deyin ki, sağ olsun da bizim Bu adamın- 30 illik alnımızdakı Baxın. qara ləkəni İlham Əliyev sildi. İlham Əliyev qapı kimi lider. Qarşımızda da sənin şansın var da o adama gedib o sözü deməyə.